Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə PES Akademinin kurikulum təlimçisi Pəri Firud qızı. Bu günlərim sizlərə 3 iyul tarixində kurikulum suallarının izahını verəcəyim. Gəlin, vaxt itirmədən ilk sualımızla başlayaq. İlk sualımızda bizdən scaffolding mövzusu ilə bağlıdır. Hansı ki biz scaffoldingi Lev Vygotsky'nin sosial inkişaf nəzəriyyəsində, yaxın inkişaf zonasında öyrənmişdik. Baxaq birinci sualımıza. Verilmiş variantlardan hansı scaffolding hesab edilmir? Scaffolding dedikdə müvəqqəti köməyimiz, uşağa göstərilən müvəqqəti dəstəyimiz nəzərdə tutulur. Baxaq hansı variantda bizə bunu deyir. Müəllim Novruz bayramı ilə bağlı tədbir təşkil edəcəyini şagirdlərə elan edir, rolların bölgüsünü aparır, daha sonra şagirdlərin hansı ardıcıllıqla çıxış edəcəyini müəyyən edin. Baxın, müəllimlər, burada Novruz bayramını təşkil edən də müəllimdir, rolların bölgüsünü də edən müəllimdir və şagirdlərin hansı ardıcıllıqla çıxış edəcəyini yönləndirən müəllimdir. Digər variantlara yenə baxaq. Bizə nə deyir? Müəllim kimya laboratoriya otağında şagirdləri təhlükəsizlik qaydaları ilə tanış edir. Maddələrdən ehtiyatla istifadə etmələri üçün şagirdi məlumatlandırır. Daha sonra mövzuya uyğun olaraq dərs zamanı istifadə olunacaq resurslardan şagirdlərin istifadəsi üçün şərait yaradır. Yəni, baxın, burada müəllimin uşaqlara dəstəyi var. Uşaqlara qaydalarla tanış etdi. Eyni zamanda kimyəvi maddələrlə ehtiyatlı davranmalarını uşaqlara bildirdi. Burada scaffolding vardır. Müəllim tapşırıqları tərtib edərkən taksonomiya səviyyələrinə uyğun olmaqla sadədən mürəkkəb ardıcıllığı gözlər. Scaffoldingdir, sadədən mürəkkəbə doğru getmək. Müəllim bilir ki, şagirdlərinə dərsin məqsədini elan etdikdən onlar daha məqsədyönlü şəkildə icra edəcəyi işi anlayır və öyrənmə effektiv olur. Scaffoldingdir. Müəllim şagirdlərin maraq və tələbatına uyğun müxtəlif məzmunlu oxuyub anlama mətn verir. Scaffoldingdir. Maraq və tələbatı nəzərə alırıq yenə burada. Və burada birinci sualda scaffolding hesab edilmir A variantı. Çünki burada fəaliyyətin hər biri müəllimə yönəlikdir. Müəllimin burada dəstəkçi rolunda çıxış etmir. Cavab oldu A variantı. Keçid edək ikinci sualımıza. Müəllim şagirdlərin eyni fəaliyyət zamanı aktiv dinləmə, əks arqument irəli sürmə, nəticə çıxarma, kommunikasiya ümumiləşdirmə, sual tərtib etmə və s. yumşaq bacarıqları eyni anda inkişaf etdirmək istəyir. Bu zaman hansı iş formasından istifadə etməsi səmərəli olar? Baxın, müəllimə, elə biz burada açar söz olaraq əks arqument irəli sürməni götürsək, variantlara baxaq. Burada hansı bizə arqument gətirmə tələb edir? Eyni zamanda bizim ünsiyyətimiz də olmalıdır. Sual verib tərtib etmə bacarıqları, yumşaq bacarıqlar deyəndə, yəni elə ünsiyyət bacarıqları burada nəzərdə tutulur və biz bunların hər birini debatda öyrənmişik. Sualımızın cavabı da məhz debat olacaq ki, debat zamanı şagirdlər yumşaq bacarıqları inkişaf etdirir, arqument gətirməyi öyrənirlər, aktiv dinləmə olur. Çünki debat zamanı bir tərəf fikrin söyləyirsə, digər qarşı tərəf onu dinləməlidir də. Biz bunu uşaqlarda inkişaf etdiririk. Cavab olacaq debat, C variantı. Üçüncü sualımıza baxaq. Əsərdə irəli sürülən humanizm ideyalarının bu gün də aktuallığını qoruduğunu düşünürsünüzmü? Mövqeyinizi arqumentlərlə əsaslandırın. Tapşırıq, idrak taksonomiyasının hansı mərhələsinə və təfəkkürün hansı növünə aiddir deyir. Mövqeyimizi arqumentlərlə əsaslandıraq. Mən öz mövqeyimi arqumentlərlə əsaslandırıramsa, bu nə ola bilər, müəllimlər? Əlbəttə ki, dəyərləndirmək mərhələsi. Əsaslandırın sözünü götürsək, müəllimlər, əsaslandırın bugünkü gün təhlil etməkdə də, dəyərləndirməkdə də, anlamaq mərhələsində də vardır. Amma biz bunları necə bir-birindən fərqləndiririk? Fakta əsaslandırma istəyirsə təhlildir. Öz mövqeyimizə görə əsaslandırırıqsa dəyərləndirmədir. Sadə əsaslandırma ediriksə bu zaman anlamaq mərhələsi hesab edirik. İndi öz mövqeyimizi istəyir bizdən, dəyərləndirməyə götürdük. Variantlarda təhlil, anlamaq, yenə də Y variantında təhlil. 3 varianta çıxdıq.
İndi biz təfəkkürü istəyir bizdən. Məntiqi yoxsa tənqidi təfəkkürün inkişaf etdiyini biz tapmalıyıq. Əgər müəllimlər fikrimizi arqumentlərlə əsaslandıracaqsa, bizdə tənqidi təfəkkür inkişaf etmiş olur və cavabımız da dəyərləndirmək tənqidi təfəkkür D variantı hesab ediləcəkdir. 4-cü suala baxaq. Əsərdə müəllifin insanlıq və mərhəmət haqqında vermək istədiyi əsas ideyanı öz sözlərinizlə izah edin. Verilmiş situasiyada idrak taksonomiyasının hansı mərhələsi işlənmişdir? Öz sözlərimizlə izah edəcəyik müəllimlər. Öz sözlərimizlə izah etmək, anlamaq, idrak taksonomiyasının anlamaq mərhələsinə uyğundur. Və cavab da biz bunu görürük B variantında. 4-cü sualımızda B variantı uyğundur. Növbəti 5-ci sualımıza baxaq. Diferensial təlimin komponentlərinə əsasən uyğunsuzluğu müəyyən edin. Biz hər dəfə testlərdə uyğunluq deyə daha çox rast gəlirik müəllimlər. Doğrudan doğruyu, yanlışdan yanlışa seçirik. Bu dəfə isə bizim tam əksinə uyğunsuzluq deyir. Doğrudan səhv olanı, yanlışdan düz olanı seçməliyik. İndi baxaq variantlara. Şagirdlər tapşırığı öz şəxsi istəklərinə əsasən müxtəlif mənbələrdən istifadə etməklə müxtəlif üsulla təqdim edirlər. Bu nəticə komponentinə uyğundurmu? Bəli, nəticə komponentinə uyğundur. Hər bir şagirdin özünə məxsus intellekti və öyrənmə tərzi vardır. Uğurlu diferensial təlim özündə məzmunu müxtəlif yollarla çatdırmağa etibar edir. Proses komponentində bəli biz bunu öyrənmişdik. Hər bir şagirdin üçün dərsin düzgün qurulmasıdır. Doğrudur, proses komponentinə aiddir. Bulumun idrak taksonomiyasının mərhələlərindən istifadə etməklə bu komponenti düzgün reallaşdıra bilərik. Bulumun idrak taksonomiyası məzmun komponentinə uyğundur. Şagirdlərə sual tərtib edərkən məzmun komponentinə uyğun olaraq bulumun idrak taksonomiyasının hər bir mərhələsinə uyğun sual şagirdlərə təqdim etməliyik. Sinifdə müəllim tərəfindən aparılan qiymətləndirmə, özünü qiymətləndirmə və qarşılıqlı qiymətləndirmədən istifadə diferensial təlimin həyata keçirilməsinə xidmət edir. Qiymətləndirmədirmi? Bəli. Özünü qiymətləndirmədir, qarşılıqlı qiymətləndirmə ilə adı üstündə qiymətləndirmədən burada danışırıq. Doğrunun altından yanlışımız yoxdur müəllimlər. 1 ilə 2-ni variantlardan çıxa bilərik. 1 ilə 2-ni variantlardan çıxdıqda 3, 4 yerdə qalır və bizə də yanlışın altından doğru olan lazım idi. Cavabımız olacaq 5-ci sualda C variantı. Növbəti sualımıza keçid edək. Avtobusa yaşlı bir qadın daxil olur. Şagird əvvəlcə yer vermək istəmir, lakin ətrafdakı insanların ona baxdığını və bu davranışın qınaya biləcəyini düşündüyü üçün ayağa qalxaraq yerini yaşlı qadına verir. Verilmiş situasiyada daha çox hansı fikri təsdiq edir? Hansı ki bu sual müəllimlər MİQ 2025-ci ilin təqdim olunan sualıdır. Variantlarımıza baxaq. Şagird fikirləşir ki, hamı etik davranış qaydalarına əməl etməlidir. Xeyr, bu doğru deyil. Şagird etik davranış mahiyyətini dərk etdiyi üçün həmin davranışı şuurlu şəkildə seçir. Şuurlu şəkildə deməyək, belə qına obyekti olacağı üçün bu hərəkəti edir. Şagird empatiya hissi ilə yaşlı qadının emosional vəziyyətini qiymətləndirərək qərar qəbul edir. Xeyr, burada empatiya deyil. Şagird başqasının ehtiyacını öz marağından üstün tutduğu üçün mənəvi inkişafın sosial nizamı qorumaq mərhələsindədir. Xeyr, müəllimlər, bu da uyğun deyil. Şagird davranışını sosial münasibətlərdə müsbət imic formalaşdırmaq şəkildə qurmağa çalışır. Bəli, müəllimlər, yəni şagird davranışını sosial münasibətlərdə müsbət imic formalaşdırmaq üçün bu addımı atmışdır. Cavab olacaq Y variantı. Növbəti sualımıza keçid edək. İnteqrasiya sualı. Misir ehramları haqqında müxtəlif mənbələrdən məlumat toplayın. Ehramların tikilmə tarixi zamanı oxu üzərində göstərin. Hündürlükləri müqayisə edib fərqi hesablayın və Misir ehramlarının dünya sivilizasiyasındakı rolu mövzusunda esse yazın. Verilmiş tapşırıq hansı inteqrasiya növünə aiddir? İbtidai sinif ixtisasına uyğun olaraq bir sualdır müəllimlər. Bizdən nə istədi burada? Misir ehramları haqqında müxtəlif məlumatları toplayın. Ehramların tikilmə zamanı
oxu üzərində göstərin. Müqayisə edib fərqi hesablayın. Yəni burada oxu üzərində göstərəcəyik, fərqi hesablayacağıq, hündürlüyü müqayisə edəcəksə, deməli ki, burada Azərbaycan dili ilə eyni zamanda riyaziyyatı hesablama var da, riyaziyyatın əlaqəsini görürük biz. Daha sonra Misir ehramları dünya sivilizasiyasında rolu mövzusunda esse yazın. Biz burada oxu və yazı məzmun xəttini görürük. Fən üstü varmı? Xeyr, həyatla əlaqə yoxdur buradan. Variantlara baxaq. Harda fən üstü varsa çıxaq. Təkcə fənlər arası deməyimiz də doğru deyil. Çünki burada oxu yazı məzmun xətti var. B variantında fən daxili, fənlər arası məzmun xətti sualımıza uyğundur. Cavab olacaq B variantı. Növbəti sualımıza keçid edək. Ekranı tam yerləşdirim. Aha, baxaq. Müəllim şagirdlərə bir neçə görkəmli şəxsiyyət haqqında məlumat verir. O, 20-ci əsrin ən məşhur idmançılarından biri olan Məhəmməd Əli haqqında danışır. Çıxış zamanı bildirir ki, Məhəmməd Əli 3 dəfə dünya çempionu tituluna yiyələnərək ilk ağır çəkili boksçu kimi tarixə düşmüşdür. İdman fəaliyyəti ərzində 5 dəfə məğlub olsa da, bu məğlubiyyətlər onu ruhdan salmamış, əksinə daha əzmlə çalışaraq 56 qələbə qazanmışdır. Müəllimin fəaliyyəti ilə uyğunluq təşkil edən variantı müəyyən edin. Şagird cavab verməyə çəkinir. Müəllim onu cəsarətləndirərək deyir. Cavab verməkdən çəkinmə, risk etmədə nəyi bacarıb, bacarmadığımızı öyrənə bilmərik. Uğursuz olsan belə bu sənin üçün dəyərli bir öyrənmə təcrübəsi olacaq. Bizdən təqdim olunan situasiya ilə bağlı uyğunluğu istəyir. Baxın müəllimlər, bizim situasiyada nə dedi? Məhəmməd Əli 3 dəfə dünya çempionatına tituluna yiyələnibdir. Eyni zamanda ilk ağır çəkili boksçu kimi tarixə düşmüşdür. 5 dəfə uduzub, amma 5 dəfə uduzmağına rəğmən o həvəsdən düşməyibdir. Daha da əzmlə çalışıb qələbə qazanmışdır. Hansı ki, MİQ imtahanına hazırlaşan müəllimlər bu elə sizə də aiddir. Bəzən uğursuzluqla qarşılaşa bilərik, amma motivasiyadan düşmək və yaxud məndə alınmır deməyimiz bu qapalı düşüncə tərsindən irəli gəlir. A variantını oxuduq və müəllimin burada şagirdə yanaşması necə idi? Cəhd elə uğursuzluqla da rastlaşa bilərsən. Amma uğursuzluq olmasa, yəni uğura addımlaya bilmərsən. Uğursuzluq belə insan üçün bir təcrübədir. Və uyğunluq təşkil edən variantı ilə biz A variantında rahat şəkildə görürük. Yenə də digər variantlara baxaq. Sual-cavab prosesi zamanı müəllim introvert və divergent düşüncəli, həmçinin qavraması zəif olan şagirdi nəzərə alaraq fərqli tapşırıq təqdim edir. Bu situasiya ilə uyğun deyil. Müəllim yeni anlayışı izah edərkən şagirdin yaş xüsusiyyətlərini, idraki inkişaf səviyyəsini nəzərə alır, konkret nümunədən istifadə edərək tədricən mücərrəd anlayışlara keçir. Baxın müəllimlər, yəni burada müəllim təbii uşağın təqdim olunan sual, yaş xüsusiyyətin, idrak inkişafı nəzərə almalı, amma yenə də situasiyamızla uyğun təşkil etmir. Bizə təqdim olunan situasiya ilə uyğunluq təşkil etdi. Biz də bunu gördük A variantlara. Digərlərini oxumuram çünki uyğunluq təşkil etmir. 9-cu sualımıza baxaq. 9-da nədir? Ədəbiyyat dərsində müəllim şagirdlərə filmdən bir fraqment izlətdikdən sonra ora gördükləri hadisələr və obrazların davranışlarını səhnələşdirərək müsbət davranışları gündəlik həyatda tətbiq etməyə təşviq edir. Bu fəaliyyət Albert Banduranın müşahidə əsaslı öyrənmə nəzəriyyəsinə görə əsasən yuxarıda verilmiş situasiya ilə uyğunluq təşkil edən variantı müəyyən edin. Baxın, filmdən fraqment təqdim etdi. Daha sonra bu obrazları səhnələşdirmə. Filmdən fraqment təqdim edibsə, biz bunu simvolik model hesab edirik. Çünki uşağın filmdən, YouTube'dan hardansa gördüyü simvolik model hesab edilir. İndi variantlara baxaq, uyğunluq təşkil edilən. Yəni, simvolik modeli biz harda görürük? Bu variant bizə lazımdır. Müəllim müsbət davranış qaydalarını izah edir, şagirdlərə həmin qaydalara əməl etmələrini istəyir. Bu sözlü təlimatdır. Müəllim davranış qaydalarını lövhəyə yazır, şagirdlər hər gün o qaydaları xatırladır.
Müəllim düzgün davranışı nümayiş etdirən şagirdi mükafatlandırır, digərləri isə eyni nəticəni əldə etməyə həvəsləndirir. Yəni burdaların heç biri simvolik model deyil. Müəllim özü sinifdə nümunəvi davranış nümayiş etdirir. Şagirdlər isə onu müşahidə edərək eyni davranışı təkrarlayırlar. Bunların hər biri demək olar ki, canlı model nümunələridir. Müəllim şagirdlərə sosial çarx izlədir. Baxın, yenə də sosial çarx filminə baxdıq, sosial çarxa baxdıq. Simvolik model hesab edilir. Yol hərəkət qaydalarına əməl etməyin vacibliyini göstərir. Simvolik model təqdim olunmuşdur sualda bizdə. Simvolik model uyğun olaraq Y variantını cavabda seçəcəyik. Cavab oldu 9-cu sualda Y variantı. 10-cu suala baxaq. 10-cu sualda bizə nə deyir? Müəllim şagirdlərə müxtəlif ədəbi mənbələrdən istifadə etməklə əsərdəki obrazların qərarlarına təsir edən səbəbləri araşdırmağı və müəllifin mövqeyini əsaslandıran arqumentləri müəyyən etməyi tapşırır. Müəllim qiymətləndirmə meyarlarını təqdim edir. Nəticə çıxarma, əsaslandırma. Yəni şagird buna görə qiymətləndirəcək, nəticə çıxartacaq, bir də əsaslandıracaq. Müəllimin məqsədi haqqında aşağıda verilənlərdən doğru olanları müəyyənləşdirin. Müəllimin doğru olanları istəyir bizdən. Bax. Qiymətləndirmə meyarları şagirdlər idrak sahəsinin təhlil etmək mərhələsinin inkişafına yönəlmişdir. Müəllifin mövqeyini əsaslandıran arqument gətirəcək şagird. Müəllifin mövqeyini əsaslandıran tapşırığı biz vermişiksə, əlbəttə təhlil mərhələsinə uyğundur. Daha sonra tapşırıq şagirdlərdə əsasən mütaliə bacarığının inkişafına yönəlib. Xeyr, mütaliə etmir axı burada şagird. Qiymətləndirmə meyarları şagirdlərdə idraki sahənin dəyərləndirmə mərhələsinin inkişafına yönəlmişdir. Dəyərləndirmə yox, təhlil mərhələsinə uyğundur. Tapşırıq əsasən faktoloji biliyin yadda saxlanılmasına xidmət edir. Xeyr, faktoloji biliyə uyğun deyil. Müxtəlif mənbələrdən istifadə olunması informasiya ilə işləmə bacarığının inkişafına xidmət edir. Doğrudur. Müəllim müxtəlif ədəbi mənbələrdən istifadə etməklə deyir. Yəni, müxtəlif mənbələrdən istifadə olunması informasiya bacarığını şagirdlərdə inkişaf etdirir. 1-5 uyğun oldu. 1-5 biz bunu D variantında görürük. Sualımızın cavabı olacaq D variantı. Növbəti sualımıza keçid edək. Növbəti 11-ci sualımız. Müəllim şagirdlərə yaşadığı ərazidə ekoloji problemləri müşahidə etməyi, müşahidələrini qeydə almağı və əldə etdiyi nəticəni təqdim etməyi tapşırır. Təqdimatdan sonra müəllim müəyyən edir ki, şagirdlərin əksəriyyəti faktları toplasa da, onları sistemləşdirmək, müqayisə etmək, nəticə çıxarmaqda çətinlik çəkir. Müəllim növbəti dərslərə bu ehtiyaclara uyğun planlaşdırmaq qərarına gəlir. Verilmiş fəaliyyət hansı problemin həllində daha az effektiv olar? Bizdən daha az olanın istəyir. Baxaq variantlara. Müəllim şagirdlərə məlumatların müqayisəsi və ümumiləşdirilməsi üçün nümunə təqdim edir. Onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirməyi istiqamətləndirir. Bu, müəllim oxşar fərqli cəhətləri müəyyənləşdirməyi istiqamətləndirir. Fəaliyyətə daha çox effektiv olacaqdır, nəinki az. Müəllim şagirdlərin topladığı məlumatları müxtəlif meyarlar üzrə qruplaşdırmalarına, nəticələri əsaslandırmalarına və təqdim etmələrinə şərait yaradır. Bu da fəaliyyətə effektiv olan yollardandır, amma bizdən daha az effektiv olacağını istəyir. Müəllim növbəti fəaliyyətə estetik tərtibatla yenidən eyni tapşırıqlar üzərində yenidən fəaliyyət təşkil edir. Eyni tapşırıqlar üzərində yenidən fəaliyyət təşkil etməsi, bəli, bu bizim fəaliyyətimizə, təqdim olunan situasiyanın probleminə daha az effektiv olanı istədi də bizdən. Biz burada C variantını seçə bilərik ki, fəaliyyətə daha az xidmət edir. Növbəti suala keçid edək. Layihə işi zamanı Nigar qrup yoldaşının onun təklifini qəbul etməməsinə görə narahat olur və müzakirədən kənarlaşır. Müəllim fəaliyyəti müşahidə etdikdən sonra Nigardan hisslərini ifadə etməsini, digər şagirdlərdən isə qərarlarının səbəbini izah etməsini xahiş edir. Daha sonra müəllim hər iki şagirdi bir-birinin fikrini dinləməyə və ortaq həll yolu axtarmağa istiqamətləndirir. Verilmiş situasiyaya əsasən hansı fikir yanlışdır?
A variantı. Müəllim şagirdləri qarşı tərəfin mövqeyini dinləməyə, istiqamətləndirməsi, empatiya və sosial münasibətlərin inkişafına xidmət edir. Bəli, müəllimlər, empatiya eyni zamanda sosial münasibət deyəndə əməkdaşlıq, ünsiyyət bacarığının inkişafına xidmət edəcəkdir. Doğrudur. Bizdən isə yanlışı istəyir. Müəllimin əsas məqsədi müzakirənin uğurla başa çatması üçün şagirdlərin bir-birinin fikrini qəbul etdirməkdir. Yanlışdır. Yəni müəllimin məqsədi bu deyil. Müəllimin məqsədi şagirdlərdə empatiyanı, sosial münasibətləri inkişaf etdirməkdir. Digərlərinə baxaq. Müəllimin müdaxiləsi münaqişənin səbəbkarını tapmaqdan daha çox şagirdlərin əməkdaşlıq etməsini dəstəkləyir. Doğrudur, yenə də sosial münasibətlərin inkişafına yönəlir. Müəllim şagirdlərin emosiyalarını ifadə etmələrini şərait yaratmaqla onların emosional özünü dərk etmə bacarığının inkişafını dəstəkləyir. Doğrudur, hansı ki əvvəldə də bizə bunu dedi ki, nigarın hisslərini ifadə etməsini istəyir. Hisslərini ifadə edirsə, özünü dərk etmə bacarığının inkişafına xidmət etmiş oluruq. Müəllim şagirdləri ortaq qərar qəbul etməyə istiqamətləndirməklə əməkdaşlıq və effektiv ünsiyyət bacarıqlarının inkişafına şərait yaradır. Bu da doğrudur. Yanlış olan B variantı oldu. Növbəti sualımıza keçid edək. Növbəti 13-cü sualımız. Situasiyada bizə nə deyir? Müəllim dərs zamanı şagirdlərə araşdırma tapşırığı verir. Tapşırığın sonunda müəyyən edir ki, şagirdlərin əksəriyyəti eyni məlumatları təqdim edir, istifadə etdikləri mənbələrin etibarlılığı barədə fikir yürüdə bilmir və fərqli nəticələr çıxarmaqda çətinlik çəkir. Müəllim növbəti fəaliyyəti planlaşdırarkən bu problemi aradan qaldırmağın qarşısı məqsəd qoyur. Verilmiş vəziyyətə əsasən müəllimin hansı addımı daha az məqsədə uyğun olar? Yenə də biraz öncə bir sual tipi gördük. Hansı məqsədə daha çox xidmət edir, hansı məqsədimizə daha az xidmət edir? Yəni bu tipdə suallar imtahanda qarşınıza çıxacaq deyə müəllimlər sizlərə təqdim edirik. Yenə də burada hansı addım daha az məqsədə uyğundur? Baxaq variantlara. Şagirdlər müxtəlif mənbələri müqayisə etdirməklə onların seçimlərini əsaslandırmaları və istifadə etdiyi meyarları izah etmələrini tapşırır. Bu effektiv bir yol olacaqdır. Yəni məqsədimizə xidmət edən bir situasiyadır. Şagirdlər etibarlı mənbələrin müəyyənləşdirilməsi üçün qiymətləndirmə meyarı təqdim edir, meyarlar verir müəllim. Həmin meyarlar əsasında öz işlərinin yenidən gözdən keçirmələrini istəyir. Effektiv yoldur. Müəllim şagirdləri mövzu üzrə daha geniş həcmli məqalələr oxumağı tövsiyə edir. Təqdimatlarını əlavə faktlarla zənginləşdirməyi tapşırıq verir. Baxın, müəllim şagirdlərə mövzu üzrə daha geniş həcmli məqalə oxumağını tövsiyə edir deməsə. Artıq burada müəllimin hansı ki fəaliyyətinə daha az məqsədə uyğundur deyil, C variantı olacaqdır cavabımız. Növbəti sualımıza keçid edək. Müəllim valideyn iclasını iş rejiminin ağır olduğuna görə gələ bilməyən valideyni mühakimə etmədən anlayışla qarşılayaraq ona iclasla və övladı ilə bağlı sinfin ümumi WhatsApp qrupuna mesaj göndərir. Situasiya haqqında hansı fikir doğru hesab edilə bilməz? Müəllim valideyn iclasına qatıla bilməməsi, anlayışla qarşılaması, valideynlə empatiya qurmasının göstəricisi hesab oluna bilər. Doğrudur bu. Müəllim valideynlə əlaqəni davam etdirmək istəsə də, şagirdə aid fərdi məlumatları ümumi qrupda paylaşması peşə etikası baxımından düzgün yanaşma hesab edilmir. Doğrudur. Müəllim valideynlə əməkdaşlığa davam etdirmək üçün alternativ yollardan istifadə etməyə çalışmalı idi. Doğrudur. Müəllim valideyn iclasına qatıla bilməməsini nəzərə alaraq çevik ünsiyyət forması seçmişdir. Burada hansı ki çevik ünsiyyət forması seçmişdir deyir müəllimlər. Bu situasiyamıza uyğun olaraq doğru fikir deyil. Yanlış olanı istədi bizdən D variantıda, Y-yə də baxaq. Ümumi kommunikasiya platformalarında fərdi məlumatların paylaşılması məqsədə uyğun hesab olunmur. Bəli, ümumi kommunikasiya platformalarında ümumi məlumatlar təqdim olunmalıdır. Doğrudur bu da. Yanlış olan D variantıdır. Növbəti sualımıza keçid edək. Sinifdə iki şagird arasında konflikt baş verir. Konfliktin baş vermə səbəbi ön partada əyləşmək üçün mübahisənin yaranması idi.
Bu səbəbdən dolayı iki şagird arasında konflikt yaranır və onlar bir-birinə xoşagəlməz ifadələr səsləndirirlər. Dərsdən sonra müəllim hər iki şagirdin valideynini məktəbə çağıraraq övladının hərəkətini sərt şəkildə mühakimə edir, şikayətini bildirir və onların sinif qaydalarına pozduğunu bildirir. Bu situasiya ilə bağlı ən doğru fikir hansıdır? Şagirdlər bu situasiyada verbal bullyingdən istifadə edir. Verbal bullyingdə, yəni sözlü şəkildə aparılır və bizə də burada deyək, xoşagəlməz ifadələr səsləndirilirsə, bəli, verbal bullyingdən istifadə olunmuşdur. Müəllim proaktiv yanaşmadan istifadə edir. Proaktiv yox, reaktiv müəllim yanaşmasını biz burada görürük. 2 yanlışdır. Variantlardan 2-ləri çıxa bilərik. Müəllim şagirdləri mühakimə etməsi onların gələcəkdə eyni davranışın təkrarlanmamasına zəmanət verir. Xeyr, zəmanət verə bilmərik biz buna. Müəllim nəzakətli sözlərdən istifadə edin qaydasına qoymalıdır. Uyğun ola bilər. Müəllim münaqişənin həllində ilk növbədə şagirdlərin mövqeyini dinləməli, daha sonra valideynlə əməkdaşlıq etməlidir. Bəli, müəllim ilk olaraq bu problemi şagirdlərlə danışmalıydı. Şagirdin fikrini almalıydı. Doğrudur. Şagirdlərin bir-birinə xoşagəlməz sözlər deməsi sosial-emosional bacarıqlarla əlaqəli deyil, sinif qaydalarının pozulması ilə bağlıdır. Yanlışdır. Sosial-emosional bacarıq da burada önəmlidir. Empatiya, münasibətlərin idarə edilməsi burada önəmlidir. Uyğun olanlardan 1, 4, 5-i seçdik. 1, 4, 5-i də biz A variantında görürük. Növbəti sualımıza keçid edək. Aşağıdakılardan biri müəllim-valideyn münasibətinin pozitiv şəkildə qurulmasına aid deyil. Pozitivə uyğun olmayan. Müəllim şagirdlərin əl işindən ibarət rəsm sərgisinin keçiriləcəyini açıqlayır. Rəsmləri çəkməkdə valideynlər öz övladlarına kömək edə biləcəyini bildirir və sərginin keçirildiyi üçün onları da məktəbə dəvət edir. Pozitiv müəllim-valideyn münasibətinin qurulmasına köməklik edir. Müəllim vaxtında İclas keçirərək valideynlərlə fənn müəllimlərinin də iştirakı ilə baş tutan görüş təşkil edir. Müəllim valideyn münasibətinə müsbət təsir edir. Pozitiv mühiti qorumaq üçün ancaq formativ qeydlərin müsbət hissələrini valideynlərlə paylaşır. Baxın, bizə deyir ki, ancaq pozitiv mühiti qorumaq üçün uşağın ancaq yaxşı bir şeylərini deyirik valideynə. Formativ qeydlərini, müsbət hissələrini valideynlə formalaşdırır. Bu yanlışdır, müəllimlər. Müəllim valideyn iclasında konfidensiallığı gözləyir. Bəli, müəllim hər zaman konfidensiallığı gözləməlidir. İclasdan sonra valideynlərlə təklikdə danışaraq şəxsi məsələlərin müzakirəsini təşkil edir. Doğrudur, müəllim valideyn münasibətinə müsbət təsir edir. Müəllim valideyn övladı haqqında söhbət aparır. Valideyn danışdıqca müəllim onun danışdıqlarına münasibət bildirir. Bu məsələni birlikdə həll biləcəyini açıqlayır. Müəllim valideyn münasibətinə bu da G variantı da müsbət təsir edir. Hansı ki C variantında biz formativ qeydlərdə ancaq müsbət hissələri valideynə çatdırmamız bu müəllim valideyn münasibətinə müsbət təsir etmir. Cavab oldu C variantı. 17-ci suala baxaq. Buzqıran strategiyası ilə bağlı yanlış fikir hansıdır? Buzqıran strategiyası haqqında qısaca məlumat verin müəllimlər. Yəni bu uşaqlar arasında, müəllim şagird arasında olan soyuq münasibəti əritmək üçün istifadə olunur bu texnika. İndi baxaq bizə variantla bağlı nəyə yanlış deyir. Bu strategiyanın tətbiqi zamanı sinifdə təhlükəsiz öyrənmə mühiti yarana bilər. Doğrudur. Bu strategiya ilin əvvəlində tətbiq edilir. Ehtiyac duyulduqda müxtəlif vaxtlarda da istifadə edilməsi mümkündür. Doğrudur. Bu strategiya canlı, distant dərslərdə istifadə edilə bilər. Doğrudur. Buzqıran strategiyası şagirdlərin bir-birini tanımasına kömək edir. Doğrudur. Bu strategiya tətbiq edildikdə sosial-emosional öyrənmənin özünü dərk komponenti şagirdlərdə inkişaf edir. Özünü dərk yox, müəllimlər, empatiya. Empatiya bacarığı şagirdlərdə inkişaf edir. Özünü dərk etmək yox. Yanlış olan Y variantı olacaqdır. Növbəti suala keçid edək. Müəllimin yanlışa yol verdiyi situasiyanı müəyyənləşdirin deyir bizə. Müəllim dərsə başlamazdan əvvəl şagirdlərin əvvəlki biliklərini qısa diaqnostik tapşırıq vasitəsilə müəyyənləşdirir. Nəticələrə uyğun olaraq təlim prosesinə istifadə edəcəyi strategiyalar və dəstək üsullarını planlaşdırır.
Müəllim burada yanlışa yol verməyibdir, doğru yanaşmadır. Müəllim sinifdə şagirdlərin öyrənmə tempinin fərqli olduğunu nəzərə alaraq eyni təlim məqsədini saxlayır, lakin tapşırıqların mürəkkəblik səviyyəsini və təqdim olunma üsullarını şagirdin ehtiyacına uyğunlaşdırır. Diferensiyanı müəllim burada qorumuşdur, doğru yanaşmadır. Müəllim dərsin planlaşdırdığı vaxt çərçivəsindən başa çatdırılması üçün bütün şagirdlərin eyni templə işləməyi tələb edir. Əlavə izaha ehtiyac olan şagirdlər isə dərsdən sonra müraciət etmələrini tövsiyə edir. Baxın, əlavə izaha ehtiyac varsa, rəy demişik ki, müəllimlər zamanında verilməlidir. Yəni, müəllim dərsdən sonra şagirdlərə rəy verilməsi doğru yanaşma deyil. Yanlışa yol veribdir C variantında. 19-cu suala baxaq. Müəllim sinifdə müstəqil iş təşkil edir. Bu zaman bir şagird verilmiş tapşırıqla məşğul olmaq əvəzinə digər fənn üzrə hazırlıq edir. Müəllim bunu görsə də, əsas odur ki, şagird öz sevdiyi dərslə məşğuldur deyərək müdaxilə etmir. Verilmiş situasiya ilə bağlı doğru fikir hansıdır? Müəllim şagirdin öz fənninə maraq göstərmədiyini əsas gətirərək digər fənnə aid tapşırıqları yerinə yetirməsinə imkan verdiyi üçün onun yanaşması səmərəlidir. Yanlışdır bu. Yanlışdır. Müəllimin yanaşması diferensial yanaşmaya nümunə hesab edilə bilər. Xeyr, diferensial təlimdə müəllim öz dərsini elə qurmalı idi ki, şagirdin marağında olsun. Yəni, müəllim dərsi maraqsız keçir hal-hazırda ki, şagird digər fənnə yönəlibdir. Müəllimin yanaşması dərsdə şagird yönümlü prinsipini reallaşdırır. Yanlışdır. Bu tərz yanaşma ilə müəllim dərsdə inklüzivliyi təmin edə bilər. Xeyr, diferensialdır və yaxud inklüzivlikdir. Müəllim bunu pozmuşdur situasiyada. Müəllimin yanaşması şagirdlər fərqli intellektin inkişaf etməsinin inamının olmadığını göstərir. Bəli, müəllimlər situasiya ilə uyğun fikir variantıdır ki, şagirdlər fərqli intellektin inkişaf etməsinə inamının olmadığını göstərir. Bir növ müəllim artıq burada qapalı düşüncə tərzindədir də, variantındadır. Cavab. 20-ci sonuncu sualımıza baxaq. Verilmiş fikirlərdən hansı yanlışdır? Müəllim alt standartı gündəlik təlim nəticəsi kimi istifadə edə bilər. Yanlış olan istədi. Doğrudur. Məzmun sadədən mürəkkəbə doğru. Davamlı inkişafı siniflər üzrə alt standartın dəyişməsinin əsas şərtlərindən də doğrudur. Sinifdə dəstəkləyici mühitin olması şagirdlərdə özünü ifadə bacarıqlarının inkişaf etməsinə təsir edir. Doğrudur. Müəllim dövlət siyasətinin həyata keçirilməsinə iştirak etməklə ümumi təhsil sahəsində hüququnu yerinə yetirir. Hüququnu yox, vəzifəsini yerinə yetirir. Şagirdlərin səriştələrə sahib olması üçün onlarda 4K bacarıqlarının formalaşdırılması önəmlidir, doğrudur. 4K bacarıqları 21-ci əsr bacarıqları, ünsiyyət, tənqidi təfəkkür, yaradıcılıq, ünsiyyət qurma, əməkdaşlıq, bunlar nəzərdə tutulur müəllimlər, 4K bacarıqları. Yanlış olan D variantı oldu. Suallarımız bu qədər müəllimlər. Kanala abunə olmağı, rəy bölməsində isə neçə düz, neçə səhv olduğunu yazmağı unutmursunuz. Sağ olun, salamat qalın.